Hamıya salam. Heç olubmu ki, hər şey əla gedir, özünüzü zirvədə hiss edirsiniz, amma birdən-birə hər şey alt-üst olur? Bax, bugün Vladimir Majenkolun kitabı məhz bu suala cavab axtarır. Biznesdə böhran zamanı sadəcə sağ qalmaq yox, həm də qalib gəlmək necə mümkündür? Gəlin bu qaydaları birlikdə araşdıraq. Baxın, kitab elə birbaşa güclü bir xəbərdarlıqla başlayır. Hər şey mükəmməl gedəndə qaza basmağı dayandırmaq lazımdır. Bu, biznes üçün mükəmməl bir bənzətmədir. Ən təhlükəli an elə qələbəyə arxayın olduğunuz andır. Çünki məhz o rahatlıq hissi sizi birbaşa uçuruma apara bilər. Deməli, kitabın əsas ideyası nədir? Çox sadə. Böhran hansısa qeyri-adi bir hadisə deyil. Bu, normadır. Yəni, biznes elə bir yarışdır ki, onun trası həmişə enişli, yoxuşludur, təhlükəlidir. Və bu o deməkdir ki, liderlər sadəcə idarəçi olmamalıdırlar. Yox, onlar sükan arxasında oturan peşəkar sürücülər, yəni əsl anti-böhran menacerlər olmalıdırlar. Yaxşı, bəs bu çətin trasda, bu böhran yollarında şirkətlərin aqibəti necə olur? Harvard Business Review bununla bağlı bir araşdırma aparıb və nəticələr açığı insanı bir anlıq silkələyir. Gəlin rəqəmlərə baxaq. Çünki rəqəmlər yalan demir. Şirkətlərin 17%-i sadəcə yox olur, müflis olur. Böyük bir hissəsi, təsəvvür edin 74%-i bəli, sağ qalır, amma necə? Zəifləmiş, yaralanmış vəziyyətdə. Və yalnız, baxın, cəmi 9%lik kiçik bir eliqa bu fırtınadan daha da güclənərək çıxır. Bu da bizi əsas suala gətirib çıxarır. Bəli, o məşhur sual. O 9%lik qaliblər qulbuna necə daxil olmaq olar? Necə etmək olar ki, böhran səni məhv etməsin, əksinə gücləndirsin? Majenkovun kitabı da elə-belə nəzəriyyə deyil. Bu, həmin elit qrupa qoşulmaq üçün döyüş meydanında sınanmış bir yol xəritəsidir. O 9%-ə çatmaq üçün ilk növbədə sükan arxasında kimin oturduğuna baxmaq lazımdır. Majenkovun fəlsəfəsində hər şey sürücüdən, yəni liderdən başlayır. Çünki böhran yarışının taleyini həll edən əsas fiqur məhz odur. Majenkov ideal lideriyə möhtəşəm beşlik adlandırdığı keyfiyyətlərlə təsvir edir. Gəlin sayaq. Birincisi, dürüstlük. Niyə? Çünki ən çətin həqiqətləri belə komanda ilə bölüşmək cəsarəti lazımdır. İkincisi, ünsiyyət bacarığı. Qeyri-müəyyənlik içində insanlara aydınlıq gətirmək üçün. Üçüncüsü, qətiyyət. Bəzən çox ağrılı, amma zəruri qərarları qəbul etmək üçün. Dördüncü, çeviklik. Trassın gözlənilməz döngələrinə anında uyğunlaşmaq üçün. Və nəhayət, beşincisi, özünə inam. Çünki unutmayın, qorxu virus kimidir. Çox tez yayılır. Amma inam da elədir. Amma razılaşın ki, dünyanın ən yaxşı sürücüsü belə mühərriki zəif bir avtomobillə yarışı qazana bilməz. Elə deyilmi? Məhz buna görə də ikinci vacib element şirkətin özüdür. O, böhran yarışına mükəmməl şəkildə hazırlanmış, sazlanmış bir avtomobil olmalıdır. Və Majenkovun məsləhətləri bilin ki, hamısısa akademik kitablardan gəlmir. Onun fəlsəfəsi isti kabinetlərin rahatlığında yox, 2008-ci il böhranının alovunda, real təzyiq altında yaranıb. Sadəcə bir anlıq təsəvvür edin. 2008-ci il böhranının tam ortasındasınız və bank qəfildən zəng edib deyir ki, 34 milyon dollarlıq krediti dərhal geri qaytarın. Bu, sadəcə bir problem deyil, bu şirkət üçün faktiki olaraq ölüm fərmanı deməkdir. Məhz bu vəziyyət Majenkovu sərt bir həqiqətlə üz-üzə qoydu. Onun devizi belə oldu. Böhran zamanı ya kökündən kəsirsən, ya da ölürsən. O, öz biznesini tələyə düşmüş bir tülküyə bənzədir. Sağ qalmaq üçün yeganə yol nədir? Nə qədər ağrılı olsa da, tələdə ilişib qalan ayağını qoparıb atmaq və yoluna davam etmək. Amma bu kökündən kəsmək o demək deyil ki, kör-körane hər şeyi ixtisar edirsən. Əsla. Majenkov bunu anti-böhran zərbələri adlandırır. Yəni, bir cərrah dəqiqliyi ilə atılan addımlar. Misal üçün, bütün marketinq büdcəsini kəsmək əvəzinə yalnız ən az gəlir gətirən kanalları bağlayırsan. Əvəzində isə ən sadiq müştərilərinə daha çox diqqət ayırırsan. Fərqi görürsünüzmü? Deməli, sürücümüz hazırdır, avtomobilimiz saz vəziyyətdədir. İndi isə gəlin yarışın özünə, yəni trasa baxaq. Majenkovun strategiyası sadəcə müdafiədə qalmaq deyil, əksinə böhranı rəqibləri ötüb keçmək üçün əsl fürsət kimi görməkdir. Majenkovun bu ötmə manevri 3 mərhələdən ibarətdir. Gəlin baxaq. Birincisi, rəqiblərindən daha yavaş yıxıl. Yəni, hamı zərbə alanda sən zərəri minimuma endir, rəqiblərindən daha möhkəm dayan. İkincisi, dibi hamıdan əvvəl tap.
Yəni, böhranın ən aşağı nöqtəsini hər kəsdən tez müəyyən et. Və üçüncüsü, ən vacibi. Dibdən təkan al və sürətlən. Rəqiblər hələ şokdan ayılmamış, sən artıq sürətlə irəliləyirsən. Bu, böhranı bir təhlükə kimi yox, bir tramplin kimi istifadə etmək sənətidir. Və Mojenkovun mesajı çox qətidir. Biznesdə adi yollardakı kimi əmin deyilsənsə ötmə qaydası işləmir. Tam əksi. Ötməlisən, yoxsa məhv olacaqsan. Tərəddüd etmək bu yarışda məğlubiyyəti qəbul etmək deməkdir. Yaxşı, sürücümüz var, avtomobilimiz sazlanıb, strategiyamız da bəlli. Bəs bütün bunları necə bir yerə yığıb, böhran anında istifadə edə biləcəyimiz konkret bir alətə çevirək? Mojenkovun buna cavabı həm sadə, həm də çox güclüdür. Baxın, Mojenkovun əsas aləti bir gecədə ortaya çıxmayıb. Hər şey 1998-ci ildə kiçik bir vərəqdə bir neçə qeyddən başladı. Sonra 2008-ci ildə bu qeydlər onun şirkətini xilas edən 15 bəndlik bir plana çevrildi. Bugün isə bu illərin təcrübəsi kitabda yer alan 48 qaydalıq möhkəm bir sistemə təkamül edib. Bütün bu təcrübə, bütün bu bilik bir alətdə cəmlənir. Böhran əleyhinə vərəq. Bu, elə-belə bir sənəd deyil, dostlar. Bu, sizin sağ qalma reseptinizdir. Böhranın xaosu baş alıb gedəndə, panikanı kənara qoyan və sizə aydın bir hərəkət planı verən əvvəlcədən hazırlanmış bir strategiyadır. Və sonda hər şey gəlib kitabın adına çıxır. Effektiv ol, ya da məhv ol. Bu, Mojenkovun fəlsəfəsinin bəlkə də ən qısa və ən dəqiq xülasəsidir. Böhran zamanı neytral zona, orta yol yoxdur. Ya effektiv addımlar atıb qalib gəlirsən, ya da rəqiblər səni trastdan kənara atır. Seçim budur. Beləliklə, bu təhlili sizi düşünməyə vadar edən bir sualla bitirək. Sizin şəxsi böhran əleyhinə vərəqinizdə nə yazılıb? Daha da vacibi, növbəti fırtına qopanda o vərəq boş olacaq, yoxsa sizi xilas edəcək addımlarla dolu? Cavab, sizin gələcəyinizi müəyyən edə bilər.